hörmətli qonaqlar, hörmətli Türkiyənin Millət Kitabxanasının direktoru Ayhan bəy, hörmətli kültür müşavirimiz, hamınız xoş gəlmişsiniz. Bugün Azərbaycan Milli Kitabxanası ilə Türkiyənin Millət Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaqdır. Bu Azərbaycan Milli Kitabxanasının artıq memorandum imzaladığı 54-cü deyərdim ki, Milli Kitabxana olacaqdır. Biz son illərdə artıq dünyanın kifayət qədər 54-də yaxın ölkəsinin Milli Kitabxanası ilə əməkdaşlıq memorandum imzalamışıq və həmin memorandumlar əsasında həmin ölkələrin Milli Kitabxanalarında qarşılıqlı fəal əməkdaşlıq edirik. Kitab mübadiləsi edirik. Orada güşələr açılır. Eyni zamanda elektron nəşrlərin, elektron bazaların, elektron məlumatların mübadiləsini edirik, təcrübə mübadiləsini edirik. Belə memorandumların imzalanması bu ölkələrin milli kitabxanalarının fəal şəkildə, qarşılıqlı şəkildə bir-birinin oxucularına kifayət qədər onlayn xidmətlərini göstərilməsində memorandum çox yüksək, mən deyərdim ki, imkanlar yaradacaq. Mən elə bilirəm ki, Türkiyə Millət Kitabxanası ilə, düzdür, Türkiyə Millət Kitabxanasının tarixi qədim deyil, amma çox zəngin fonda baxmalıdır və həmin kitabxana ilə bizim əlaqələrimizin formalaşması və onlayn deyəlim ki, xidmətlərimizin birgə təşkili bizim oxucuların, xüsusilə elm işçilərimizin onun zəngin fondundan, milyonlarla zəngin fondundan istifadə edilməsində bizim oxuculara yaxından dəstək olacaqdır. Mən istəyərdim ki, siz hamınızın şahitliği ilə biz bugün bu memorandumu imzalayaq və ondan sonra biz tədbirimizi davam etdirəcəyik. Sağ olun. Əziz qonaqlar, 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası arasında əməkdaşlıq memorandumunun imzalama mərasiminə xoş gəlmişsiniz. İmzalama mərasimi üçün Azərbaycan Milli Kitabxanasının direktoru Profesor Kərim Tahirov və Türkiyə Cumhurbaşqanlığının Millət Kitabxanasının direktoru Ayhan Toğlu dəvət olunurlar. Distinguished guests, ladies and gentlemen, welcome to the signing ceremony of the Memorandum of Cooperation between the National Library of Azerbaijan and the Nations Library of Turkey. We kindly invite Professor Kerim Tahirov, Director of the National Library of Azerbaijan, and Mr. Ayhan Toğlu, Director of the Library and Publications, Presidency of the Republic of Turkey, to the signing ceremony. Biraz tezləşdir olsun. Görürəm. Safa.
Arkaya biraz qoysa. O bayrağı biraz bırakalım. Bəs biraz stola yaxın qoydu onu. Səfa. Haydi dostum.